Sosial şəbəkədə Rusiya ordusuna Azərbaycandan əsgəri yığılır. Şaka iddia. Bəzi azərbaycanlılar var oturublar Rusiyada sosial şəbəkə üzərindən Ukraynada gedən müharibəyə adam cəlb edirlər. Yeni Sabah xəbər verir ki, bunu hərbi bloger Tofiq Şahmuradov qeyd edib. Xüsusən 44 günlük vətən müharibəsində iştirak etmiş, müxtəlif səbəblərlə ordudan tərxis olmuş hərbçilərə yazıb onları şirnikləndirirlər. Bu hərbçilərin içində sosial yaşayışı aşağı olanlar çoxdur deyə onlara qarmaq atırlar. Bunlara döyüş təcrübəsi olan adamlar lazımdır. Verdikləri vədlər də bitmir. Ay mən getdim fırlatdım, sonra burada 3 ev aldım, narahat olma gəl. Komandirlər tanışdı, deyəcəm sən də fırladacaqsan, qəşəng pul qazanacaqsan və əsr. Qardaşlar belə vədlərə inanmayın, hal-hazırda Ukrayna ərazisində Rusiya silahlı qüvvələrinin 750 mindən çox canlı qüvvəsi var, orada it yiyəsini tanımır. Lap tutaq ki, onun orada tabor komandiri, hərbi hissə komandiri dostu var kim təminat verə bilər ki, sən onların taboruna və ya briqadasına düşəcəksən. Rus öz millətini saxlayıb arxada etnikləri, başqa xalqları basır ət maşınına deyə o qeyd edib. Trampdan Zelenskiyə yaşıl işıq zərbə endirilsin. Trump administrasiyası faktiki olaraq Ukraynaya Rusiyanın kölgə donanmasına zərbə endirməyə icazə verib. Axar az xəbər verir ki, bu barədə Atlantik nəşri məlumat yayıb. Amerika və Ukrayna rəsmiləri nəşrə bildiriblər ki, Joe Bidenin rəhbərliyi altında Vaşinqton eskalasiyadan ehtiyat edərək beynəlxalq sularda Rusiya gəmilərinə hücumlara qarşı çıxıb. Lakin Trumpın prezidentliyi ilə vəziyyət dəyişib. Bildirilib ki, Trump Rusiyanın neft logistikasına zərbələrə qarşı çıxmayıb. O, Rusiya neft infrastrukturunu hədəf almaq üçün Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini təsdiqləyib. Zelenski Rusiyaya qarşı bu fərmanı imzaladı. Ukrayna prezidenti Volodymyr Zelenski Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə minmiş hesab edən fərman imzalayıb. Referans media xəbər verir ki, sənəd Rusiya Federasiyasının kölgə donanmasına daxil olduğu bildirilən 656 gəminin sanksiya siyahısına salınmasını nəzərdə tutur. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu Rusiya kölgə donanmasına qarşı indiyədək tətbiq edilmiş ən böyük sanksiya paketidir. Qara, Qırmızı və Baltik dənizlərində aparılan monitorinqin nəticələrinə görə adı çəkilən gəmilər Avropa İttifaqı, G7 və digər ölkələrin sanksiyalarını pozmaq məqsədilə istifadə olunub. Onların vasitəsilə neft məhsulları və maye qazın ixracı həyata keçirilib. İddiaya görə bu gəmilərin sahibləri və heyəti avtomatik identifikasiya sistemini söndürür, eləcə də mülkiyyət və yükün mənşəyini gizlədən sxemlərdən istifadə ediblər. Sanksiya tətbiq olunan gəmilər 50-dən çox ölkənin bayrağı altında üzürmüş, ən çox rast gəlinənlər isə Qambiya, Sierra Leone, Panama və Kamerun olub. Ukrayna bu ölkələrə müvafiq məlumatları təqdim etməyi və həmin gəmilərə lisenziya verilməsinin qarşısını almağı planlaşdırır.